Salam hörmətli izləyicilər. Gördüyümüz bu xəstə komorbid xəstədir. Belə ki, bir-birini əmələ gətirən və əmələ gəlmələrində tipik əlamətlər olan hipertoniya və şəkərli diabet xəstəsidir. Təbii ki, diabet hipertoniyanı yaradıb. Düz kimi bax, görürsünüzmü? Qanqrenoz vəziyyət, qanqrena önü vəziyyət var hazırda. Gördüyünüz pəncə diabetik pəncədir. Xəstənin bir ayağında şişkinlik var. Əlbəttə bu soyuq ödemdir. Əzik edəndən sonra yeri qalır, uzun müddətə bərpa olunur. Hər ikisində olsaydı mən bunu ürək çatmamazlığının əlaməti kimi qiymətləndirərdim. Birində olduğuna görə mən bunu qiymətləndirirəm. Bir ayağın dərin venalarının təxminən trombozu kimi və başlayıram Azərbaycana xas olan xüsusiyyətlə xəstədə diabetik retinopatiyanı yoxlamağa. Xala siz hara incitsə, hiss eləsəz deyin. Mən hardayam indi? Heç nə hiss eləmirsən. Gördüyünüz kimi bax xəstə burada iynə batırmanın heç birini hiss eləmir.